Qadının aybaşı funksiyasının normal olması, onun reproduktiv sisteminin normal işləməsi üçün vacib faktorlardan biridir. Aybaşının mərkəzi və periferik tipli pozğunluqları ola bilər. Mərkəzi hipofiz, hipotalamus, beyin qabığı, relizin faktorlarının təsirindən dəyişikliklər ola bilər. Periferik sistem isə uşaqlıq, yumurtalıqla əlaqədar olan dəyişikliklərdir. Əsas səbəblər nədir? Sidik cinsiyyət orqanlarında olan anomaliyalar, sinir sisteminin gərginliyi, hipofiza, hipotalamus sistemin dəyişiklikləri, qaraciyər funksiyasında gedən proseslər, qidasızlıq, yəni keyfiyyətsiz qidaların qəbul olunması və bir də ki, çox arıqlamanın nəticəsində ola bilər. Avitaminozlardan aybaşı pozğunluqları ola bilər. Aybaşı pozğunluqlarını bərpa eləmək üçün əsas səbəbi, faktoru aşkarlamaq, əlbəttə ki, hormonal analizlərdir, sinir-psixi gərginliklərin aşkarlanması, bunlar təyin olunduqdan sonra ona uyğun müalicələr gedir. Hormonal pozğunluqlar varsa, hormonal tabletkalar, dərmanlar verilir. Yox, digər orqanlarla əlaqədar, yəni cinsiyyət orqanında gedən iltihab proseslərlə əlaqədarsa, onların müalicəsi əsas götürülməlidir.